Bugünkü mövzumuzda isə xaricdən aldığımız məhsulların rəsmiləşdirilməsinə, yəni yük gömrük bəyannaməsinin ümumi formatına baxacağıq. Yük gömrük bəyannaməsi nəyə deyilir? Yük gömrük bəyannaməsində yazılan məlumatlar nələri əks etdirir? Onları sizlə öyrənmiş olacağıq. Biz ümumilikdə qeyd etmişdik ki, alış formatı 4 formada həyata keçirilir. Elektron qaydma əsasında, fərdi sahibkar hüquqi şəxs, ithal hansı ki haqqında danışacağıq. Elektron alış aktları vətəndaşdan alınan məhsullardır. Çeklər, qəbzlər bildiyimiz mağazadan alınan məhsullar. İthal, YGB isə yük gömrük bəyannaməsi, yəni xaricdən mal alışını bildirir. Fərz edək ki, biz müəssisəmiz üçün hər hansı bir ticarət əlaqəsinin keçirilməsi üçün və yaxud da öz şəxsi istifadəmiz üçün bir məhsul getiririk, xidmət alırıq. Belə olduğu halda biz həmin məhsulları gömrük idarəsindən keçirdikdən sonra gömrük bəyannaməsi ilə rəsmiləşdiririk. Yük gömrük bəyannamələri e-Custom və ECOWAS portallarında sistemdə olur. Biz həmin sistemə daxil olub xaricdən gətirdiyimiz malların siyahısına baxa bilərik, yük gömrük bəyannamələrinin məbləğlərini analiz edə bilərik, ödədiyimiz yük gömrük bəyannamələrini tapa bilərik. Bunlar hamısı qeyd etdiyimiz e-Customs və ECOWAS portalında aparılır. Hal-hazırda ekranda gördüyümüz şablon bir yük gömrük bəyannaməsidir. Yük gömrük bəyannaməsi nələrdən ibarət olur və özündə hansı məlumatlar əks etdirir? İlk növbədə başlayır göndərən, yəni ixracatçı kimdir? İxracatçı gördüyünüz kimi Çin Xalq Respublikasının hər hansı bir X müəssisəsidir. Hangzhou Hongteng Sanitary və ya Technology Co. Ltd. Yerləşdiyi şəhər də elə Çinin Hangzhou şəhərindədir. Malı qəbul edən ixracatçı isə bizim Respublika ərazisində yerləşən hər hansı bir X MMC-dir. Burada da yenə ünvanı qeyd olunur. Bakı şəhəri Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 12. Bəyannaməçi təmsilçi isə bizim üçün yük gömrük bəyannaməsini dolduran şəxs sayılır, yəni Interactive Brokers, hansı ki broker xidmətlərini göstərir, gömrük xidmətlərini göstərir. Daha sonra 18-ci qrafada göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin yerləşdirilməsi. Yəni, məhsullarımız hansı nəqliyyat vasitəsinin yerləşdirmə nömrəsində daşınıb, burada 2 maşın üzrə məhsulları gətirilib və hər 2 maşının qeydiyyat nişanları 18-ci qrafada əks olunur. Sağ tərəfdə isə bizim ümumi valyuta görsənir, 1 dollar 1.70 ilə, hansı ki bizim valyuta mallarının ümumi invoice dəyəri 26.000 dollardır. Biz həmin o 26.000 dolları 1.70-ə vurub manatla dəyərini tapırıq. Həmin o manatla olan dəyər isə gördüyünüz 12-ci qrafada əks olunur. Yuxarıda qeyd olunan 30 may 2024 tarixi YGB-nin rəsmiləşdirmə tarixidir. Yəni, məhsullarımız hansı tarixdə gömrük idarəsindən keçib 30 may 2024-cü ildə. Sorğu nömrəsi isə yük gömrük bəyannaməsinin nömrəsidir. Bunları yenə biz ECOWAS-dan daxil olub yükləyə bilərik nömrə əsasında və yaxud da e-Customs portalında yük gömrük bəyannaməsində hansı məhsulların olduğu və onun gömrük rüsumlarının, gömrük yığımlarının hansı məbləğdə olduğunu öyrənə bilərik. Malların adları bir ədəddir, yəni biz xaricdən bir adda məhsul gətirmişik. Qablaşdırmanın, yəni taranın sayı isə 302 ədəddir. 302 nəyi bildirir? Yəni biz aşağı hissədə görsəniz, 31-ci qrafada malların təsviri qeyd olunub. Azərbaycandakı bu qeyd etdiyimiz müəssisə öz müəssisəsi üçün bəzrum kabinetlər sifariş verib, fərqli ölçülərdədir və bu məhsullar 302 tarada yığılıb və 2 nəqliyyat vasitəsilə bizim müəssisəyə göndərilib. Göndərən ölkə Çinin Hangzhou şəhəri olduğuna görə ilə Çin yazılır. Mənşə ölkəsi yenə eyni formada Çin qeyd olunacaq. Çatdırılma şərtləri isə 04 FOB Ningbo yazılıb. Burada çatdırılma şərti onu göstərir ki, yəni məhsullar Hangzhou şəhərindən Ningbo şəhərinə kimi gəlib və yaxud da birbaşa eyni şəhərdə olduğu üçün Ningbo şəhərinə kimi çatdırır. Yəni, Azərbaycan Respublikasının Bakı şəhərinə kimi bu məhsullar firma tərəfindən çatdırılmayıb.
digər çatdırılma şərtləri qoşma vərəqdə qeyd olunur və həmçinin başqa bir nəqliyyat şirkəti ilə biz danışmışıqsa ki, bizim məhsulları bizim müəssisəyə gətirsin. Bunun üçün biz digər müəssisə ilə ekranda gördüyünüz simyar, yəni konvensiyon merchandise routier forması bağlayırıq, hansı ki, yəni quru yolu ilə gələn nəqliyyat vasitələri gətirdiyi mallar üçün şirkətlə simyarı bağlamaq məcburiyyətindədirlər. Artıq bununla bağlı xərclər simyarda və YGB-nin qoşma vərəqində əks olunur. Və burada qeyd olunan 100 kod nəyi bildirir? Bu ödəniş şərtləridir. Hansı ki, burada 120 də ola bilərdi, 100 də ola bilər, 110 da ola bilər. 100 nəyi bildirir? Avans ödənişi. Yəni biz bu məhsulların yüklənib bizə çatdırılması üçün 26.000 dolları qabaqcadan qarşı tərəfə ödəmişik. Əgər ki, biz 26.000 dolları mallar gələndən sonra ödəmiş olsaydıq, ilk gömrük bəyannaməsində 120 yazılacaqdı. Bunlar nə ilə tənzimlənir? Bizim Hangzhou Hongteng şirkəti ilə bağladığımız müqavilə əsasında tənzimlənəcək. Xarici şirkətlə bağladığımız müqavilədə biz ödəniş şərtlərinin hər birini göstəririk. Həmçinin invoice-da da bu göstərilə bilər. Invoice-da qeyd edə bilər ki, qarşı tərəf məhsullar sizə göndərilmədən əvvəl biz ödəniş istəyirik və yaxud da yarı ödəniş istəyə bilərlər. 50%lik, 40%lik belə olduğu halda yenə avans kodu qeyd olunacaq. 22-ci qrafada malların və valyuta və malların ümumi invoice dəyəridir. Qeyd etdiyimiz 26.000 dollar bizim ümumi invoice dəyəridir. Həmin günə, yəni 30 may 2024 tarixində dolların məzənnəsi 1.70 olduğundan bizim Azərbaycan manatı ilə mallarımızın gömrük dəyəri 53.313 manat edib. Burada qeyd olunan qeyd olunan 840 nömrəli kodu isə valyuta kodunu bildirir. Yəni biz dollar olduğunu 840 nömrəli kodla da öyrənmiş ola bilərik. Hansı ki, məsələn, burada biz valyuta kodları yazsaq, valyutaların təsnifatına daxil olacağıq və 840 nömrəli kodu axtarışa verəcəyik. Və görürük ki, 840 nömrəli kod Amerika Birləşmiş Ştatları, yəni ABŞ dollarına bildirir. Sövdələşmənin xüsusiyyəti isə nəyi bildirəcək? Sövdələşmə xüsusiyyəti, yəni qarşılıqlı ticarət əlaqələrinin həyata keçirilməsidir ki, hər iki tərəfdə alqı-satqı əsasında. Yəni biz Hangzhoudan məhsul alırıq və bunun qarşılığında qarşı tərəfə ödənişini edirik. Sövdələşmə xüsusiyyətində fərqli rəqəmlər də ola bilər. Fərz edin, burada 84 rəqəmi olduqda bu onu bildirir ki, qarşı tərəf bizə məhsulları hədiyyə olaraq göndərib. Yəni pay kimi biz bunun üçün yalnız gömrük rüsumunu və digər xərcləri ödəyirik. Malların ümumi dəyəri qarşı tərəfə hədiyyə olduğu üçün ödənilmir. Aşağı tərəfdə maliyyə və bank məlumatlarıdır, hansı ki, qeyd etdiyimiz o Azərbaycan müəssisəsinin burada məlumatları, Kapital Bankın filial kodu və benefisiarın hesab nömrəsi əks olunur. Yükləmə boşaltma yerləri Karvan Ticarət Mərkəzidir, hansı ki, Azərbaycanda bir ərazi olur təbii ki. Sərhəd gömrük orqanı isə Biləsuvar Gömrük İdarəsidir. Yəni, məhsulumuz quru yol ərazisi ilə İran Respublikasından keçdiyi üçün burada Biləsuvar Gömrük İdarəsi qeyd olunur. Malların təsvirində isə qeyd etdiyimiz bəzrum kabinetlər, yəni alınan məhsulların adları, sayları qeyd olunur və modellər də burada göstərilir. Biz başda demişdik ki, bizim malların adı bir dənədir. Malın adının bir ədəd olmasına baxmayaraq modellər fərqlidir. Yəni burada bəzrum kabinet 80 cm var, 100 cm, 120 cm. Həmçinin qoşma vərəqə baxsaq 60, 70, 90 cm-lik bəzrum kabinetlər var. Qoşma vərəq və həmçinin əsas vərəqdə olan ümumi məhsul adları xaricdə şirkətlə bağladığımız müqavilə və invoice-da qeyd olunan məhsul adları ilə üst-üstə düşməlidir. Yəni biz baxırıq ki, hal-hazırda burada 4 məhsulumuz qeyd olunub, həmçinin qoşma vərəqdə də
bir neçə məhsul var və ümumi gömrük dəyərimiz 26.000 dollardır. Invoice-da da həmin o 26.000 dolların olduğunu biz görürük. Burada yer sayı olaraq taranın sayıdır, hansı ki yuxarıda qeyd eləmişdik, qırmızı rənglə yazdığımız. Və 9368 kiloqramda gətirilən məhsulların çəkisidir. Sağ tərəfdə malın kodudur. Malın kodu bizim üçün lazımlı bir hissədir, hansı ki biz bu məhsulları özümüzün şəxsi istifadəsi üçün yox, satış üçün gətirmişiksə, gələcəkdə e-qaymə sistemi ilə başqa bir şirkətə qaymə yazdıqda malın kodunda bu kodu yazmağımız mütləqdir. Yəni biz malın kodunu gömrükdən bu kodla keçirib istədiyimiz fərqli bir X koduna satış həyata keçirə bilmərik. Bu bizim ümumi uçotumuzun aparılmasında uyğunsuzluqlar yaradar, bizim riskli vergi ödəyicisi keçməyimizin ümumi ehtimalını artırar. Ona görə malın kodu yük gömrük bəyannaməsindədirsə, satış zamanında həmin mal kodundan istifadə olunmalıdır. 44 nömrəli qrafada biz sizlə təqdim olunan sənədləri görürük. Burada həmin şirkətdə bağlanmış müqavilələr, invoice sənədləri kodlara əsasən əks olunur. 4011 kodu müqaviləni, 8001 kodu isə invoice'un nömrəsini özündə əks etdirir. Biz bayaq invoice açmışdıq. Invoice'un nömrəsinə fikir versəniz, 0914 ilə bitən invoice nömrəsidir və tarixi də 26 fevral 2024-cü ildir. Və gömrük bəyannaməsinə keçid etsək, burada 8001-də həmin invoice nömrəsini görürük. Həmçinin həmin invoice nömrəsinin tarixinin də 26 fevral 2024 olduğunun şahidi oluruq. Sağ tərəfdə keçirik biz ümumi gömrük dəyərimiz, statistik dəyərimizə baxmağa. Həmçinin yuxarıda brutto netto çəki qaldı. 9368 kiloqram qeyd etdiyimiz bizdə netto çəki idi. Yəni netto çəki malın xalis dəyəridir. Brutto çəkisi isə qablaşdırma ilə bir yerdə ümumi çəkisi sayılır. Bu da 9670 kiloqramdır. Hesablamanın detalları. Hesablamanın detalları isə ümumi gömrük yığımı, gömrük rüsumu, ƏDV, Azərterminal kompleksi ödənilən məbləğlərin cəmini əks etdirir. 02 nömrəli kod gömrük yığımını bildirir. Gömrük yığımımız 400 manat təşkil edir. Ümumiyyətlə 02-dən 20-yə qədər olan, yəni 19-da daxil olmaqla bütün kodlar gömrük yığımını əks etdirir. 19 nömrəli kod GPS müşahidə zamanı tətbiq olunur, yəni malların 24 saat GPS müşahidə ilə aparılmasına görə 10 manat bizdən əlavə gömrük yığımı tutulur. 20 nömrəli kod isə bildirir gömrük rüsumunu. Bunu da qeyd elədik. 32 nömrə gətirilən malların ümumi invoice dəyərinə görə ƏDV-sidir. 11.035 manat 94 qəpik. 75 və 85 qaldı. 75 Azterminal kompleksi ödədiyimiz gömrük xidmətinə görə olan əsas məbləğdir. 85 isə 75-in ƏDV-sidir. Yəni 60 manatın 18%-i 1080 eləyəcək. Bunlar hər ikisi aiddir Azterminal kompleksə. Bizim ümumi manatla invoice dəyərimiz eləmişdi 53.313 manat 70 qəpik. $53.313 manat 70 qəpiyi biz 18%-ni hesablasaq, ƏDV məbləği 9596 manat 46 qəpik olduğunu görürük. Amma bizim 32 nömrəli kodumuzda demişdik ki, ƏDV məbləği 11.035 manatdır. Gömrük bəyannamələrində ƏDV məbləği hansı formada hesablanır? Siz 53.313 manat 70 qəpiyin üzərinə gömrük rüsumunu
rüsum hansı idi? 20 nömrəli kodu idi. Yəni 7997 manat 6 qəpiyi əlavə edirsiniz. Alınan məbləğin 18%-i sizin gömrük bəyannaməsində əks olunan 11.035 manat 94 qəpiyi əks etdirir. Bütün bu qeyd etdiyimiz yük gömrük bəyannaməsində olan detallar idi. Yük gömrük bəyannaməsi ümumi hazırlama forması budur. Digər yük gömrük bəyannamələrinə baxsaq, hamısında ümumi eyni formatdır. Və yaxud da digər X1 gömrük bəyannaməsi. Qoşma vərəq YGB-nin qoşma vərəqi hansı hallarda olur? Ümumi məlumatlarımız yerləşmədikdə, bir neçə əlavə məhsul aldıqda, burada gördüyünüz kimi digər məhsulların adları yazılır və bu məhsul adları da həmçinin invoice-da öz əksini tapmalıdır. Qoşma vərəqdə həmçinin qeyd olunan əlavə məbləğ nədir? Bizim nəqliyyat xərclərimiz. Biz qeyd etmişdik ki, yük gömrük bəyannaməsinə əsasən məhsullar Nigbo şəhərində bizə təhvil verilir. Amma Nigbo şəhərindən çatdırılma olaraq Karvan Ticarət Mərkəzinə kimi məhsulların gətirib çatdırılmasını biz həvalə edirik başqa bir nəqliyyat şirkətinə. Və həmin nəqliyyat şirkəti ilə bağladığımız müqaviləyə əsasən onlar bizim üçün məhsulları bizim ünvana $5350, yəni 9095 manata gətirib çatdırır. Burada qeyd olunan 9095 manatlıq xərc bizim məhsulların mayə dəyərinin üzərinə gəlinir və onların bir ədədinə düşən mayə dəyərinin formalaşmasında rol oynayır. Yəni biz həmin nəqliyyatı xərcə sala bilirik. Invoice haqqında da danışdıq. Invoice-da invoice nömrəsidir, tarixidir, ödəniş şərtləridir, konteyner nömrəsi qeyd olunur və məhsulların hər birinin dəyəri ayrı-ayrılıqda göstərilir. Sonda Hangzhou şirkəti öz möhrünü, imzasını atır və invoice-u rəsmiləşdirir. Və son olaraq haqqında danışdığımız Simyar. Simyar Convention Routier, Merchandise Routier'dir, Simyar sənədidir. Hansı ki, quru yoldan daşınan məhsullarda bu sənəd nəqliyyat şirkətləri ilə bağlanmalıdır. Burada hansı məlumat əks olunur? Nəqliyyat şirkəti bu malları hardan götürüb, hara çatdıracaq və hansı invoice-un mallarını aparır, sürücü kimdir, sürücünün maşının nömrəsi qeyd olunur. Hansı ki, burada görürsünüz 18-ci xanada Carriers Reservations and Observations'dır. Driver name Seyid Qadir Rəzavidir. Truck nömrəsi gördüyünüz 969 və 970 bizim nəqliyyat vasitələrinin nömrəsidir. Pass nömrəsidir, digər nömrədir. Invoice nömrəsi 0914 nömrəli invoice, yəni bizim bu qeyd etdiyimiz məhsulları çatdıracaq. Place and date of taking over goods məhsulların götürülmə yeridir. Bəndər Abbas İran 2024 17 may. Və çatdırılma yeri Bakı, Yasamal rayonudur. Göndərilməsi isə Hangzhou şəhərindən göndərilən məhsullar olduğu üçün Hangzhou qeyd olunur. Və burada çəki məlumatlarında gördüyünüz kimi 9670 kiloqram yazılır. Burada çünki brutto çəki əsas götürülür, netto çəkiyə baxmırıq. Sonda ümumi nəqliyyat şirkəti də öz möhrünü vurub Simyar rəsmiləşdirir. Biz bu Simyar sənədlərinə həmçinin EcoVas saytından da baxa bilirik. Bizim burada qeyd etdiyimiz gömrük rüsumu bütün bəyannamələrdə öz əksini tapmır. Məsələn, daxil olsaq digər bir bəyannaməyə, burada gördüyünüz kimi 20 nömrəli kod yoxdur. 02 gömrük yığımında 32 ƏDV-dir, 75 az terminaldır, 85 isə 75-in 18%-dir. Amma gördüyünüz burada 20 nömrəli kod, yəni gömrük rüsumu yoxdur. Gömrük rüsumu hansı hallarda olunur? Azərbaycan Respublikasının hökuməti ilə sərbəst ticarət haqqında saziş bağlanmış ölkələr arasında gömrük rüsumu tətbiq edilmir. Bu ölkələrə hansılara aiddir? Məsələn, Rusiya Federasiyasının özü, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Moldova, Ukrayna
Bu və digər bir neçə ölkədə Azərbaycan Respublikası arasında bağlanmış sərbəst ticarət haqqında sazişə əsasən gömrük rüsumu tətbiq edilmir. Həmçinin gömrük rüsumunu başqa hansı hallarda tətbiq edilmir? Məsələn, Türkiyə bu qeyd etdiyimiz müəssisələrə, yəni ölkələrə aid deyil. Sərbəst ticarət haqqında saziş Türkiyə ilə bağlanmadığı üçün Türkiyədən gələn məhsullarda 20 nömrəli kod, yəni gömrük rüsumu tətbiq olunur. Bu 20 nömrəli kod başqa hansı hallarda tətbiq olunmaya bilər? Malların adına görə. Yəni, burada qeyd olunub, məsələn, qarğıdalı yağı, hal-hazırda qarğıdalı yağına gömrük rüsumu tətbiq edilir. Amma birinci dərəcəli saf zeytun yağı üçün gömrük rüsumu tətbiq edilmir. Biz bunlara hardan baxa bilərik? E-Customs Qobaz saytından. E-Customs saytında biz daxil olsaq görə bilərik ki, məhsullara görə gömrük rüsumları tətbiq edilmir. Mal nomenklaturasına keçid edirik. Buradan gətirdiyimiz mala baxırıq. Tutalım ki, dediyimiz zeytun yağı üzərindən geçsək. Zeytun yağı və onun fraksiyaları. Dediyimiz kimi, saflaşdırılmamış əla növ birinci sıxma zeytun yağı. Daxil olsaq, burada biz görürük ki, 20 nömrəli ithal gömrük rüsumunun faiz dərəcəsi 0-dır. Yəni, birinci növ sıxma zeytun yağında gömrük rüsumu tətbiq edilmir. Amma biz ikinci növə keçid etsək, yəni digər bir yağ formasını açıram zeytun yağında ilə. Olsun birinci sıxma zeytun yağı. Burada görürsünüz ki, ithal gömrük rüsumunun faiz dərəcəsi 15% olaraq göstərilir. Amma bu formada əla növ olduqda 0% idi. Məhsullara görə də gömrük rüsumu tətbiq edilməyə bilər. Daha sonra qeyd etdiyimiz Targoviy Qrupa Soyuzda valyuta və malların ümumi invoice dəyəri rubullandır. Burada valyuta məzənnəsi qeyd olunub, yəni 2 aprel 2025 tarixinə 201 2 manat, yəni 100 rubulda 1000 rubulda 20 manata bərabər olub, 20 manat 1 qəpiyə. Biz növbəti aylarda qarşı şirkətə ödəniş etdikdə ümumi məbləğ olaraq bu məbləği ödəməliyik. Yəni rubulla bu məbləğ ödənilməlidir. Valyuta azalıb düşə də bilər, qalxa da bilər, yəni 15 manat da ola bilər 1000 rubla, 1000 rubla 30 manat ola bilər rublun məzənnəsi. Amma biz ümumi 2.960.000-i qarşı tərəfə ödəməliyik. VGB-lərin formatı hər birində eynidir. Gördüyünüz kimi dəyişən bir şey yoxdur. Sadəcə olaraq göndərən şirkət, çatdırılma şərtləri dəyişir. Digər məlumatlar olduğu kimi eyni qalır. İlk gömrük bəyannaməsi də bu qədər.